İbn Qəzari deyir ki, zəifdir həmin adam, təhfritçidir, şirdəndir, alçaldandır, ifratçıdır, şirdəndir və deməli tənasüxə meyilli olub. O məzhəbi qəbul, o inamın qəbulu. Tənasüx nədir? Deməli, belə də bu məsələn Hindistanlarda var. İnsan dünyasını dəyişəndən sonra onun ruhi hər hansı bir insanın və ya hər hansı bir canlı və ya cansızın bədəninə keçir. O işimiz sizdə. Yəni bu şey öldü, keçir başqasının ruh, keçir başqa bir cansız və ya canlının bədəninə. Deyir bu müəllif elə əqidədə olan insandır. Fakt o şiəldə o əqidə yoxdur. Əqidəsi zaydısa mən onun kitabını qəbul edeyim. Sonra Mucəm Rical hədis kitabı var. Orada qeyd olunur ki, bu adam etibarsızdır. Və Əz-Zəriə kitabı var. Orada qeyd olunur ki, bu adam Əhməd el-Məhəmməd Səyyari 3-cü mənbədir Fəsl kitaba, qiraət kitabıdır. O da müəllifi əqidəsi zayıdır. Sonra gəlirlər Təfsiri Əbul Carud. Təfsiri Əbul Carud 4-cü mənbə ünvanında. Sonra bu da Zeydiyyənin bəadiri, Zeydiyyənin bir qolu olan Carudiyyənin banisidir. Zeydiyyədən yaranıb bu. Sərhub kimi məşhurdur. Sərhub bəadiridə o kör şeytan mənasındadır. Kör andan gəlmə və İmam Sadiq onu nifrin eləyib. İmam Sadiq ona lənət oxuyub. Biz orada qarğış eləyib onu. Lənət ilahi var. İlahi lənət var onda. İçki içən və kafir rəhbərliyi qəbul edib. Həm içki içən olub bu müəllif, həm də kafirin rəhbərliyin qəbul edib. Biz deyirik ki, rəhbər olsun nə? Məsum, mömin və s. Burada harada qeyd olunub? Mü'cəm-i Ricalul Hədis cild 7-də. Orada deyirlər ki, bu adam zəifdir. Və İbn Nədim var, onun kitabı var Əl-Fehrist. Orada da həmçinin qeyd olunur ki, bu adam etibarsızdır. Bizim ikinci mənbə qaldı. O mən deməmişim hələ. O kitab var. Səlim İbn Qeysin kitabı var. Bizdə də var, həm kitab var. Göylək. Məndə olmalıdır. Nə qədər o kitab etibar. Bəzi o kitabı etibar saymırlar, açığı deyim. O mən də çalışım axırda qeyd edərəm. Deməli bunun 5-ci mənbəsi Əli ibn Qumi İbrahim. Əli ibn İbrahim Qumiyə nisbət verilən təfsir. Mən burada çox qısa deyirəm, amma çox qısa. Deməli müəllif özü deyil. İndi biləsiz ki, Əli ibn İbrahim Qumiyə nisbət verilən təfsir kitabı müəllif özü deyil. Onun adını yazılıb. Şagirdi Əbulfəzl Ələvi yazıb. Bu Əli İbrahimin tələbəsidir. Ustad özü yazmır, tələbəsi yazıb. Sonra keçirik nəyə? Kitab-ı Səqifə Səlim İbn Qeys Hilali. Deməli, bu adam Əli İslam yaxın dostlardan idi. Deməli, bəzi hallarda imamların sanki sirrini saxlayan idi. Məlumatlar var o öz yerində, yəni ki, şəxsin barəsində. Deməli, Şeyx və İbn Əzaili onu zəif hesablayırlar. Əshab Əban onu müttəhəm eləyiblər ki, deməli, onun kitabına sanki kimsə müdaxilə eləyib. Biraz onun kitabında biraz müəyyən miqdarda saxtalıq var. Ayətullah Xoy deyir ki, hər bir halda Süleymin kitabının sənədi zəifdir. Süleymin, Ayətullah Xoy deyir, kitabının sənədi zəifdir. Çünki onun götürdüyü mənbə ki var, Süleymin götürdüyü mənbə ki var, Məhəmməd ibn Əli, Səfi, Seyirfi, Əbas Süleyməd ki, götürdüyü, yəni Süleymin, kimə ki Süleym əsasları ondan götürür, Süleymin götürdüyü mənbə də zəifdir. Bu da kimdir? Ayətullah Xoy deyir. Sonra, bu kitabın çoxlu nüsxələrində deyir, çoxlu fərqləri var. Yəni, bunda yazılan eyni kitabdır. Başqa dildə çıxanda fərqli-fərqlidir və yaxud da həmin dildə çıxır, fərqli çıxır. Bunun üçün çoxlu ziddiyyətlər var.
Sonra Mühəqqiq Tehrani deyir ki, mən bu kitabı müxtəlif nüsxələrdə görmüşəm, bir-birindən fərqlidir. Onun sənədləri düzgün gəlmir, nəzm intizamı fərqlidir və hədislərin sayı barəsində də fərqli düşüncələri var. Hər bir halda bu kitabda qoru nerə? Biz bu kitabı qoruq hara? Kənara. Bu kitabı da. Deməli, baxın. Bu kitablar harasa 5'in demişik. 5'i etibarsızdır. Yerdə qalır nə? 3 və ya 4'ü. Burada həmçinin mənəvi boşluqlar var. Amma Həsən Əskəriyə nisbət verilən təfsirin özündə də mənim boşluqlar var ravilərində. Yəni Həsən Əskəri nisbət verilib deyə doğru kitabı deyir, yox. Yəni bu müəllif ki var, Mühəddis Nuri, onun əsaslandığı mənbə ünvanla götürdüyü kitabların biz 4'ün 5'ini dedik və yerdə qalanlar var, yerdə qalanlar, onların həmçinin içərisində də müəyyən boşluqlar var. Çox təəssüf ki, belə bir şeylə həqiqətən də qarşılaşırıq. Biraz yaxşı bir hal deyil, açığı. Sonra gəlir nəyə? 14-cü dərs. İnşallah ki, dərsin qarışıq olmaz, siz də narahat olmarsınız. Mən sizə hamısını gedib yer deyim. Bir də burada nələr var?